Yəni biz müsəlmanlar olaraq Allahın nəyini sevək? Nəyinə aşiq olmuşuq ki Allah'a? Deyirik ya, ilahi eşq belə. Əgər sevgi deyə bir anlayışı qəbul eləyirsə, birini deyirik, bizə çox şəfqət eləyir. O qədər sənə şəfqət eləyir ki, ana kimi. Hər kəs ən çox anasını sevir. Ya ehsan, bir insan sənə o qədər hədiyyələr, o qədər gözəl nemətlər verir ki, istərsəmiz içində ona sevgi olur. Ya da bir insan heç sənin sevgisi olmasa belə, səni tanımır, zatında kamil bir zatdır. Çox böyük bir alimdir. Mən Newtonu sevirəm məsələn. Həzrət Yusufu. Mən heç bir faydası yoxdur. Zahirən bir faydası yoxdur. Amma mən sevirəm. Zatında gözəl insandır. Ya da gözəl insanlar var. Məsələn, deyirsən yaxşı adamsın. Sən heç əlaqəsi olmasa belə sevirsən. Bu hallara sevgi deyirəmsə, Allah mənə sonsuz şəfqətlər verir. Ananı verən Allahdır. Ananın döşünə südü verən Allahdır. Ananın qəlbinə şəfqət verən Allahdır. Günəşi mənə verən Allahdır. Gözü verən, kimə göz verir? Kim kimə göz verər? Allah mənə göz verir, burun verir, qulaq verir. Havanı verən Allahdır. Yəni bu xüsusi mən Allahı sevməliyəm. Mən Allahı sevirəm. Özümü bu hala büründürmürəm. Düşünəndə içimdə olur. Tanıdıqca. Sevgi tanıdıqca əmələ gələn bir şeydir, avtomatik. Nifrət də bu cürdür. Yəni xüsusi qərar verərək biz filan kəsi sevməliyik. Belə bir şey deyil. İçindən avtomatik gəlir. Sevgili insanlar əldə eləmirlər, qazanırlar. Və bir də zatında kamil zat. Allah mənə heç nə verməsə belə. Düşünək gözüm burnumda yox. Sadəcə baxa bilirəm kainata. Anlaya bilirəm. Kainatdakı sonsuz gözəlliklər yox. Bəzən baxıram kənardan bir uşağa, bir yarpağın düşməsinə nə qədər maraq, nə qədər gözəllikdir. Dağlar, hər şey. Çox böyük usta, çox böyük mühəndisdir, çox böyük həkimdir, çox böyük rəssamdır. Danışırıq ki, düşünürük, bir şey deyirəm anlayırsan, bir şey deyirsən anlayıram. Bunu ortaya çıxarana heyrət edirəm. İçimdə sevgi yaranır. Nəyini sevməyən, yəni sevilməyən nə var ki? Adam atacaq ortaya aslanın ceyranı yeməyinə. Artıq bunları keçək də, yəni bu tərəfi görməməkdən qaynaqlanır. Bu başqa mövzudur. Bunu da ayrı danışmışıq da. Sən nəsə dedin ha? Deyirəm ki, şəfqət deyirik. Şəfqət Allah verdiyinə bilək. Şəfqət atomda deyil. Atom şəfqət edir. Düşün də, ananın vücudunda zərrə olaraq bütün haraya getsən, haraya yaxınlaşsan, orada atomdan başqa bir şey görməyəcəksən. Şəfqət nədir? Şəfqət daha mənəvi bir hissdir. Elə deyil, atom deyil. İki atomun ortasında deyil. Bütün atomları bir yerə yığ. Elə ki, heç bir atom şəfqət deyil. Heç bir atomun içində şəfqət yoxdur. Heç bir atomun yanında şəfqət yoxdur. Bunda şəfqət yox, bunda şəfqət yox, bunda şəfqət, heç birində şəfqət yox. Araları bomboş. Bunlar bir yerə yaxında şəfqət var. Şəfqət yoxdur, sadəcə sən ora verdiyin bir ad olmuş oldu şəfqət. 10 dənə atomun bir yerə öz-özünə gəldiyini qəbul eləməyən mən, şəfqət kimi bir şeyin ortaya çıxmasını, hələ uşaq olandan sonra bir anada üzə çıxmasını mən bunu nətər öz-özünə deyim. Anada ortaya çıxması önəmlidir məsələn. Məsələn, heyvanlarda lap maraqlıdır. Bir an gəlir gedir də, qısa müddətli olur. Ciddi bir işdir. Şəfqət ciddi. Şəfqət maddədən daha ciddi bir işdir. Maddənin belə bir araya gəlməsini biz qəribə görürük, qalır şəfqət. Yaxşı, bax, Allah bizə niyə din göndərib? Ta insanlıq yaranandan. Allah bizə bir şeyi öyrədir. Allah bizə niyə bir meyvə göndərdi? Məqsəd onu yeyib həyatımızı davam etdirməkdir. Yox, Allah elə eləyərdi ki, həyatımız meyvəsiz də davam edərdi. Hətta ağac belə yaratmazdı, ehtiyac olmazdı. Hətta ayağımıza belə ehtiyac olmazdı, istədiyimiz yerdə birdən peyda olardıq. Hətta gözlərimizə belə ehtiyac olmazdı, göstərə bilərdi bizə, gözsüz belə göstərə bilərdi. Belə. Əslində baxardın ki, sadəcə yaradılmış bir qəlb varlığını hiss edən bir şey kimi ola bilərdik. Amma biz heç nə bilə bilməzdik. Allah bizi bildirir, öyrədir. Ayağı olan artıq gəzmək nədir, məkan nədir, yavaş-yavaş öyrənməyə başlayır. Uşaq necə öyrənir ha? Allah bizi o cür öyrədir. Gözlə bir şey anlayırsan. Məsələn, bir ev tikirsən, deyirsən ki, mən bu qədər bacardım. Artıq bacara bilmək, iş görə bilmək, özündə bir şey hiss eləmək. Allah da bu boyda kainat yaradıb. Mən bir evi zorla tikirəm, Allah kainatı tikir. Mən bir tavanı lampalarla bəzəyirəm, Allah gökyüzünü bəzəyir. Belə anlayırsan. Bizim işimiz öyrənməkdir əslində. Nə demək istəyirəm? Deyirsən Allah niyə din göndərdi? Baxın necə bundan danışır. Allah yəni bir ağacı göndərməyində də məqsəd, bunların hamısından məqsəd zatını tanıtdırmaq, özünü bizim gözümüzlə də görmək. Sən dediyindən belə başa düşdüm ki, din olmasa da onu anlaya bilirik də biz kainatdan baxıb. Ağacı niyə göndəribsə, tamamilə eyni məqsədlə Quranı göndərib, kitabı göndərib. Sadəcə kainat biraz qəliz dildir. Nəzəriyyə olaraq mümkündür. Yəni hər kəs kainatdan çox şey anlayır. Amma görünən odur ki, insanların ən ağıllıları, məsələn Platonun əsərinə baxırsan, adam çox dahidir, həqiqətən çox şey keşif. Sayılırsa məsələn deyir, tək-tük adam var ki, məsələn o yolu getsin, o həqiqəti çatsın. Məsələn bir Platon sayır deyir. Amma onun da çox nöqsanların deyir orada. Nəzəriyyədə mümkündür. Təcrübədə görürük ki, insanlar çox şeydən nöqsan qalırlar. Allah Quran deyə bir nur endirir. Quran kainat kitabının, o kainatla Allahın bizə bildirdiyi bilgilərin kitab. Bilgi nədir? Kitab nədir? Bilgidir də. Kainat da bir kitabdır. Allahdan bilgini bizə transfer edən bir naqil deyək. Quran kainat kitabının mükəmməl tərcüməsidir. Başa düşmürsən, anlaya bilmirsən kainatı, Quran yaxşı bir tərcümədir. Yəni Quranı göndərməkdə məqsəd bir həqiqətini öyrətmək. Biz nəyik? Hardan gəlirik, hara gedirik? Bu suallara mükəmməl cavab verən bir kitabdır. 2. İnsan xoşbəxt eləyir. Sabah hara gedəcəksən? Gedəcəyin yeri deyir, hardan gəldiyini deyir. Bu səni daha da rahatlaşdırır. Quran bizə bir bilgi, hər şeyin həqiqətini öyrədir. Bir. İkinci həqiqi səadət, xoşbəxtlik göstərir. Üçüncüsü biz nəyi Allahın rızası dairəsində, insan bir şey görəndən sonra Allahın rızası dairəsində mənə sonsuz nemətləri verənə mən də nəsə edeyim. Onunla ünsiyyətə çıxmaq, insanın davranış qaydası. Bunları da öyrədir.
Çox şey öyrədir. Din öyrətmək üçün də. Yəni din deyəndə ağlımıza yetişdirir. təkcə namaz, oruc, həc belə şeylər gəlməsin də. Din ümumi bir fəlsəfədir elə bir ki. Bir Abi dinin %99 düşüncədir. yaşayış tərzi. Dinin, İslam dininin bir tək bütün nə varsa, əməlli, imanlı hamısını bircə sıraya yazsan, %99 la ilahe illallahdır. Mənim dünya görüşüm budur. Hamısı la ilahe illallahdır. Hətta Muhammed sayılırsa la ilahe illallahdan çıxarır Muhammed Rasulullah. Sayılırsa kainata baxaraq Muhammed Rasulullahı çıxarır. Məsələn Allahın adətinə görə biz deyirik ki, su 100 dərəcədə qaynayacaq. Həmişə qaynayır, sən yenə də qaynayacaq. Qaynamamağı mümkündürmü? Bəli. Bu adam yenə naturalist inancını görməyib. Bəli, bu bir inancdır. Qaynamamağı mümkündür. Amma necə ki sən qanunların indi olduğu kimi kainat hər tərəfində olduğunu, cari olduğunu, kainat hər tərəfində cari olduğunu düşünürsən, Allahın qanunlarını, yəni müəyyən şəraitlərdə cari olduğunu düşünürsən, eyni şəkildə o qanuna uyğunluğu təqib eləyərək axirətin varlığı nəticəsindən çıxarsan. Amma çıxmaya bilər. Necə ki su qaynamaya bilər. Quranın Allah kitabı olduğu nəticəsindən çıxandan sonra, Quranda da Allah deyəndən sonra ki, axirəti gətirəcəm, artıq bu səni rahatlaşdırır. Yoxsa əmin ola bilməz. İmamam fikirləşirəm ki, biz güvənirik də. Bəli, güvənirik. Axirətin varlığına güvənirik. Amma Allaha güvənirik də, yəni. Bu ən böyük güvəniləcək bir İndi şey. Allah ciddi biridir yoxsa bir oyunçudur mu? Yəni bizlə oyun mu oynayır? Kainatdan çox ciddi bir Allah Görürük. görürük. Çox ciddi. Başqa təkcə ciddiyyət olmasın. Məsələn, izzətlidir, rəhimlidir, şeylər, ədalətlidir. Bunlar hamısı axirəti gərəkdirir. Bəzi şeylər var, məsələn, kəlmə olaraq ifadə edirik, bunlar çox bəsit qalır. Kəlməsini də çox az ifadə edirik. Məsələn, Risale-i Nur 10-cu sözü. Bir insan oxusa, bol-bol, bağıra-bağıra oxusa, ruhuna yedizdirsə, artıq əmin olur da. Əmin olur. Bəli, bu bir güvəndir. Amma güvənlər arasında da fərq var. Məsələn, sənin ata-anan həqiqətən sənin ata-anandır. Heç sorğulamamışıq, əminik kimi. Məsələn, bu da bir güvəndir. Güvənmişik də. Amma bu dediyimiz axirət məsələsi ondan daha qüvvətli. Şeylər, əsasları. Bəli, məsələn, mən burada oturmuşam, birdən-birə stolun toz olub dağılmayacağını düşünürəm. Əslində bu da mümkündür, ha. Məsələn, Tesla'nın nəzəriyyəsinə görə. Zərrələr dayan, hər şey ola bilər. Hər şey imkan daxilindədir, mümkün kateqoriyasındadır. Bu həqiqəti nətər qəbul eləmisən? Güvənmişəm. Hə, hər gün təkrarlanıb eyni şey. Mən güvənirəm. Bunu bir şeydir, naturalist inanc da güvən kimi qəbul edir. Kainatda fizika qaydalarına güvənir. Biz zaten onlar Allahın qaydaları, qanunları deyirik, adətullah deyirik, güvənirik. Ondan daha qüvvətlidir bəli axirət. Bəlkə də onun kimidir. Məsələn, niyə 2 dənə Allah ola bilməz? Mən Allah deyə bir şeyi hardan çıxaram? Özümdən çıxaram. Kainata baxıram, kainatda bir güc görürəm. Buna Allah deyirəm. Mən görürəm ki, ağac meyvə verdi. Bu elə bu güc var ha. Bir güc olmasa meyvə olmaz. Bu gücə onun Allah'a deyirəm, elə? Bir ot çıxdı, torpaq gəldi, yavaş-yavaş ota çevirildi gözümün önünə. Bu gücə eləyən nədirsə, nə olmaq önemli deyil. Bir ateist özü düşündüyünü düşünsün. Mən buna Allah deyirəm. Mən buna Allah deyirəm. Onun Allah'a deyirəm ən azından. Bir ananın qarnında uşaq oldu. O yeyilən qidalar onun qarnında bir güc və güclər sayəsində, güclər ifadəsi problemidir. Mən ona gələcəm. Bilginsiz qüvvələr deyəcəm. O gəldi, uşaq oldu. Bunu eləyən nədirsə, mən ona onun tanrısı deyirəm. Səbəbləri deyirəm. Bu səbəblərə tanrı deyirəm və Allah deyirəm. Və mənim də həyatımın hər an davamı üçün bir gücə möhtacam. Bax, bu güc nədirsə, həmin gücə tanrının qüdrəti deyirəm. Bu güc var ha. Bu gücün olmadığı yer görmürəm. Kainatın hər tərəfi gücdür. Belə deyək də, kainatın hər tərəfində hər şey səbəb olan bir şey var. Enerji deyir insanlar. Güc deyirəm, qüvvə deyirəm. Mən bu enerji, güc var ha. Buna Allahın qüdrəti deyirəm. Buna qüdrət deyirəm, belə deyək. Başqa bir güc niyə ola bilməz? Başqa bir güc dediyin anda yenə güc dedin də. Başa düşsən nə deyirəm? Zaten o da mənim beynimdə eyni güc olmuş oldu. Yenə güc olmuş oldu. O gücü bu gücdən ayıra bilmirəm axı. Zaten mən güc deyəndə heç bilmirəm nədir. Bir şey var, hər şey təsir edir. Deyirəm ki, hər şey təsir edən nəsə. Sən hər şey təsir edən yenə nəsə demiş olursan. Zaten mən heç cür ayıra bilmərəm onu. Hər şey təsir edən bir şey var, deyirəm. Zaten buna Allah deyirəm. Buna Tanrı deyirəm. Bunu beynimdə 2 dənə ayıra bilmirəm. Söz deyərəm ya 2 dənə güc, 2 dənə. Dilin şey var, ağlına gələn danışmaq kimi bir lüksü var dilin. Nə gəlib danışa bilər? Hə 2 dənə güc var, 2 dənə Allah ola bilər. Amma ağlıma sığışdıra bilmirəm axı bu nədir? Mən beynimdə yenə də güc olmuş oldu, bir şey olmuş oldu. Bir bunu deyə bilərəm. İkincisi, Allahın varlığı əqlən zəruridir. Əqlən vacibdir. Olmamağa imkanı yoxdur. Bildin? Mən buna nə deyirəm? Buna Allah deyirəm. Vacib. İkinci Allah mümkündürmü? Tutaq ki, deyək mümkündür. Birinci zəruridir, vacibdir. İkincisi mümkündür. Halbuki Allah vacib olmalıdır. Mümkün vacibə bərabər ola bilər. Mümkün vacib olmuş olur. Deyəndə ki, 2 dənə Allah var, elə 2 dənə vacib olmuş oldu. Amma halbuki ikinci mümkündür axı.
Hə. Mümkün vacibə bərabər olmaz. İkinci mümkün də ola da bilər, olmaya da bilər. Amma biri vacibdir. Bax, kateqoriya olaraq ha, mümkün vacib mümtəni var ha. Orada sənin dediyin ikinci Allah mümkündür. Mümkün vacibə bərabər olmuş oldu. Qəlizdir elə. Yəni çox qəlizdir. Oradan da imkansızdır. Bir də bir güc var, düşün. Kainatda bir güc Allah. Bu istəyir ki, bir qatarı hərəkət elətdirsin. Bir divarı yarıb keçsin. O bir tanrı da istəyir divarı yarıb keçməyə qoymasın. Divarı möhkəm saxlasın. Birinin gücü digərinin gücünə mane olacaq. Birinin gücü zəif olacaq. Gücsüz olacaq. Halbuki bayaq dedik axı qüdrət sonsuz olmalıdır. Ona görə hansının gücü zəif olacaqsa o tanrı deyil. Sən deyə bilərsən onlar anlaşa bilər. Anlaşma o önəmli deyil. Anlaşmağa nə məcbur edir deyərsən məsələn. Yox, heç önəmli deyil. Əgər potensial olaraq ehtimal varsa, onlar toqquşa bilərlər. Toqquşanda biri avtomatik zəif çıxacağı üçün başdan zəif çıxacaq bir Rəbb ola bilməz. Başdan ola bilməzdi. Çünki qüdrəti zəif ola bilməz. Bu da qəliz mövzudur. Yəni bunu ancaq YouTube atar. Əvvəllər elə bilirdilər ki, yer kürəsi kainatın mərkəzindədir. Yəni günəş hər şey bizim ətrafımızda dönür. Özünü insan önəmli bilirdi. Sonradan gördü ki, yox, günəş mərkəzdədir. Biz günəşin ətrafında fırlanırıq. Adam belə deyir. Söhbət maddi mərkəziyyətdən getmir. Yer kürəsi kainatın ən kənarında olsa, yenə mənə görə mərkəz buradır. Yəni insanın mərkəzi haradır? O belə bir dənə insana bax. Göbəkdə insanın mərkəzi. Yox. Yəni bu ağlımızı deyirik də, başı deyirik. Yəni mərkəzi sinir sistemi görsən, mərkəzdə olmadığı halda yenə elə deyirik. Demək ki, yer kürəsinin ortada olmağında deyil mövzu. Bu bir. İkincisi, sırf maddi olaraq götürsək belə. Yəni sən yenə o nəticəyə çıxa bilməzsən. Kainatın enini, uzunluğunu bilirsən, ha? Yox. Bilmirik də. Top kimi düşünək hətta kainatı. Biz bəlkə də tam ortasındayıq. Yer kürəsi kimi düşün kainatı. Bəlkə biz nüvənin tam ortasındayıq. Məsafələr ölçümsən ki, biz günəşin ətrafında da fırlansaq, bəlkə bütün kainat davamlı da hərəkət edirik. Biz heç ortadan sürüşmürük kənara. Ehtiyac yox deyil bu kimi şeylərə. Yəni adam maddi olaraq düşünürsə, belə maddə, yaxşı başqa bir mərkəziyyət. İnsan bayaq verdiyin o sual. İnsan kiçikdir kainatda, elə? Kiçiklik, böyüklük özü nisbanla işləyir. Nəyə nisbətən kiçiksən? Çox yuxarı ulduza nisbətən kiçiksən. Biraz da böyük, biraz da böyük. Ta bilmirik əslində nə qədər gedir. Kainatın kənarlarını görməmişik. Buradan tərs istiqamətdə gedək. Biraz kiçik bakteriyalar, molekula, bakteriya deyə, molekula, atoma, da kvarka ən dibə gedə bildiyimiz qədər, bir də ən yuxarı gedə bildiyimiz qədər. Bəlkə də tam ortadayıq. Bilmirəm amma. O tərəfi də bilmirik, yəni də bu tərəfi bilmirik. Təsəvvür edin, bakteriyaların belə şüuru var, şey var da, imtahana çıxır. Onlar ateistləri var zaten, onlar deyirlər biz şey belə xırda. Onlar da insana şey verir. Allah məşğul olur bunlarla məşğul. Deyim, insan kimi varlıq var, biz xırda bizlə məşğul. Peyğəmbərimizin dövründə bütlər var idi də, bütlərə daşdan ibadət edirlər. İndi də Kəbə var. Siz də Kəbəyə tərəf səcdə edirsiniz də. Eyni şey deyil bu. Bütpərəsti yanlış eləyən, bir bütpərəsti yanlış eləyən nədir? Daşa səcdə eləməsi, daşı ilah kimi görməsi. Tarixdə heç vaxt heç bir insan bir daşın bir çiçəyi yaratdığını düşünməyib. Heç bir insan bu qədər gerizəkalı deyil, bu qədər axmaq deyil. Adamdan soruşsan ki, sən daşı səcdə edirsən, deyəcək ki, yox, Allah var və Allahdan başqa ilahlar da var. Bu daş o ilahlardan birinin təmsilçisidir. Sən Lat, Mənat, Uzza. Bu sadəcə vəsilədir. İçimi rahatladıram, gəlirəm onun qabağında əyilirəm. O ilaha yaxınlığımı göstərirəm deyəcək. Bir bütpərəstlik yanlış eləyən nədir? Çoxlu ilahlara inanması. Həqiqətdə tək bir güc var kainatda. Hər şey eləyən Allahdır. Şəriklərə verir artıq. O yox, başqa ilahlar da var deyir. Bir bütpərəstlik yanlış eləyən daşa doğru əyilməsi deyil. Daş sadəcə təmsildə özü heç o qədər ciddi məsələ deyil. Fərqli ilahlar təsəvvür eləməsi. Yəni Allahın əlindən mülkü alıb başqasına verməsi. Bu da yanlış düşünür də adam. Yəni yanlış düşünmək elə özü problem olaraq ona yetir. Yaxşı, indi baxaq görək bu dövrdə bir ateist, bir deist bütpərəstliyə daha çox bənzəyir, yoxsa müsəlmanmı bütpərəstliyə daha çox bənzəyir? Bir soruşsan ateistdən ki, bir çiçəyi yaradan, bir çiçəyi ortaya çıxarmaq. Bu dəqiqə bir çiçəyi ortaya çıxarmaq. Nədir? Arkasında hansı güc var? Deyəcək ki, gücün nüvə qüvvəsi var, qravitasiya qüvvəsi var, elektromaqnit qüvvəsi var. Desən bəs bu almanı yenə o 3 qüvvəni sayacaq. Belə, yəni bütün kainatda 4 təməl qüvvə sayacaq ki, bax bunlardır. Bir almaya görə mən nəyə təşəkkür etməliyəm? Deyəcək ki, 4 təməl qüvvəyə təşəkkür etməlisən. Yavaş-yavaş təsəvvür et ki, bunların sayı artdı. Hətta dinlər yox oldu. Dünyada ancaq ateizm. Bir yerdən sonra bunlar düşündü ki, insan içində var təşəkkür etmək. Bu portağala görə mən təbiətə təşəkkür edirəm. Deyirlər də, biz təbiətə təşəkkür etməliyik. Təbiət anladım. Amma təbiət dediyimiz əslində bu 4 təməl qüvvədir. Bizə hər şey verən. Sonra çox böyük 4 dənə belə daşdan heykəllər düzəltsələr, üstünə güclü nüvə qüvvəsi, nə bilim, zəif qüvvə, elektromaqnit qüvvəsi, qravitasiya qüvvəsi yazsalar, gəlib qabağında tez-tez təşəkkür etsələr. O Cəlal Şəngəroğlu Atatürkün anasının qabağında, heykəlin qabağında əyilir. O da bir hissdir. Adam ateistdir, məsələn, heykəlin qabağında əyilir. Gəlib bu heykəlləri tez-tez təşəkkür etsələr. Sonradan İslamiyyət kimi bir din də çıxsa sonradan. Gəlib bunlara desə ki, siz daşlara ibadət edirsiniz. Deyəcəklər ki, yox, nə daşlara? Biz əslində kainatdakı hər şeyi idarə edən
dörd təməl qüvvəyə ibadət edirik. Bunlar da kainatdakı həqiqi güclər. Müsəlman deyəcək ki, yox, kainatda tək bir güc var. Onlar deyəcək yox, 4 güc var. Həzrət Muhammed kimi biri çıxacaq deyəcək la ilahe illallah. Onlar deyəcək yox, sən nə danışırsan? Sən bizim atalarımızdan daha çox bilərsən. Sadəcə o bütpərəstləri bu bütpərəstlərdən ağıllı qılan bir şey var. O zamanın bütpərəstləri Onları bunlardan ağıllı qılan. bəli, o bütpərəstlər, o ilahlar bilgi sahibi deyirdilər. Bilgi sahibi. Bu zamanın ateistləri o ilahlar bilgi sahibi deyirlər. Təsadüfən kainat zərrələrin hərəkəti ilə əmələ gəlir. Bunlar bir problemin içindədirlər abi. Bunlar Said Nursi deyir. Onlar da getdikləri yolun iç üzünü görməyiblər. Bu problemin içindən çıxa bilmirlər. Düşüblər bir problemin içinə. İnsanların taleyi əvvəldən yazılıbsa, onda insanın azad iradəsi necə qalır? Hər hansı yazı, bir yerdə yazılmış hər hansı bir yazı səni bir yerdən başqa bir yerə apara bilər. Bax, səni ya məscidə, ya da diskotekaya aparmaq lazımdır, eləmi? İkisindən birinə gedəcəksən. Səni bir yerdən başqa bir yerə aparmaq üçün nə lazımdır? Zorla aparılacaqsansa, əgər zorla aparılacaqsansa, bir güc lazımdır. Güclə səni tutub bir yerə zorla daşıyacaqlar. Amma bir yerdə yazı yazıldığına görə bir yerdən bir yerə getməzsən axı. Demək ki, hər hansı bir yerdə yazı yazılması, qədərində bir şey yazılması səni məcbur edə bilməz. Elm bir şeyi bir yerdən bir yerə aparamaz. Bir şeyi bir yerdən aparmaq üçün güc lazımdır, qüdrət lazımdır. Qədər də elm növündəndir. Qədər sadəcə olacaqları bilir, hətta zamansız şəkildə bilir. O bildiyini bir yerdə yazıb Allah. Hətta yazmasa belə Allahın elmində var. Gücü də seçimlərdə bizi məcbur etmir də, yəni də özümüz. Gücü seçimlərdə məcbur eləsə artıq azad iradəmiz olmamış olur, bəli. Amma hər insan azad iradəsinin varlığına əmindir. Əgər elm məcbur etsəydi bizi, məsələn düşünərdim ki, sənin cibində $5000 var. Düşünən kim olardı? Düşünməklə olmur da. Ən azından azad iradəni hər kəs hiss eləyir də həyatında. Azad iradəni rədd edilmir. Hətta Azadlaşır hiss eləyir. Azad sözünə ehtiyac yoxdur. İradə istəmək demək hər kəs istəyə bilər. Varlığının fərqində olan hər kəs istəyə bilər. Önəmli cümlədir bunu deyim. Məsələn Allah elə eləyə bilər ki, 2 + 2 5 olsun. Bu güclə əlaqəli mövzu ki, seçim yoxdur burada. Məsələn bu da sualda. Güclə əlaqədar mövzu seçimlər olmalıdır. Sən bu şeydən birini seçməlisən. Məsələn maşın düzəldim, yoxsa dinozavr. İkisini də düzəldə bilərəm. Gücüm çatır. Amma mən sənə deyirəm ki, Allah mənə bir rəqəm desin, 3-dən böyük olsun, 1-dən kiçik olsun. Allah nə varsa seçim qoymamısan ki sən. Güc seçimdən sonradır. Hər şeyin ən arxa planı seçimdir, iradə. Allah bir şeyi iradə edəcək, seçəcək. Ondan sonra bunun üzərinə elm və qüdrəti ilə, elmi ilə və qüdrətli bir iş görəcək. Sən seçim haqqını əlindən aldın Allahın. Anlatmaq üçün deyirəm ya bunu. Güc seçim olan mövzudur. Bu da əslində çox böyük bir sualın cavabıdır burada. Yoxsa sən qələt eləyərsən Allahdan. Qələt eləyirəm bəli. Bu cür bütün suallar, bunlar hamısı Allahın iradəsini əlindən almış suallar. Yəni Allahın iradəsini almısan, seçmə haqqını əlindən almısan. Allahın elə bir şey 7 sifəti var. İradə sifətini alıb deyirsən ki, güc sifətindən bir iş gör. Nətər görsün? Deyirsən ki, Allah elə ola bilər ki, elmsiz olsun, elmsiz vəziyyətdə alma yaratsın. Allahın zaten Allahı aldın əlinə. Allahı yoxa çıxartdın sən. Zevs, Allahın yerinə Zevs qoymusan. Allahın əli var. Allahın əli var, bəli. Necə olur? Cənab prezidentin əli bütün Qarabağın üzərindədir. Heç kəs burada anlamadı ki, cənab prezidentin əli nə bilim 17.000 kvadrat kilometrdir. Hər kəs anlayır ki, orada hakimiyyətdə odur. Bütün kainatda bütün işlər Allahın əli altındadır. Hər kəs anlayır bunu. Bir kəlmənin məcazi mənasını istifadə etmək söhbətdən qaçmaq deyil. Məsələn, mən desəm ki, uşaqlar maşının qabağını kəsmişdilər. Onlara biraz pul verib yolumuza davam etdik. Orada heç kəs başa düşmür ki, böyük bir matapila ilə maşının qabağını kəsdilər. Hər kəs anlayır da orada ilk məna budur. Yəni qabağında durdular, qoymadılar keçməyə. Məcazi insanlar rahat anlayır. Yəni çox bunun üzərinə. Abidən çətin sual verin. Ver. Çətin sual. Ver də bilmərəm. Sən söylərsən cavabını. Biz doğmadan əvvəl qaderimizi, yəni bizim həyatımızı yazan Allah, biz öləndən sonra niyə hesabını sorur bizi? Çünki Allah yazdığına görə sən bir şeyi seçmirsən. Məsələn, mən bura götürüb yazsam ki, Elmir 5 saatdan sonra yuxuda olacaq. Sən də həqiqətən yuxuda olsan. Sonra sənin qardaşın gəlib mənə qəzəblənsə ki, Elmir yatıb, amma sən bura yazdığına görə yatıb. Mən yazdığıma görə yatmısan sən. Sən yatmısan, sənin yatmağın mən yazmağımla heç bir əlaqəsi yoxdur. Sadəcə sən yatdığını mən bildiyimə görə bura qeyd eləmişəm onu. Allahın qədəri yazmağı bundan başqa fərqli bir şey deyil. Allahın qədəri yazıb yazmamağının, hətta Allahın qədəri yazıb yazmamağının bizim həyatımıza heç bir dəxli yoxdur. Yəni Allahın bir şey bilməyi səni məcbur edə bilməz. Allah ancaq gücü ilə səni məcbur edə bilər. Sən din o qədər nöqtəsində Allahın gücünə təalluq eləmir. Allah sənin seçimlərinə qüdrəti ilə müdaxilə eləmir. Allah heç bir qulun seçiminə qüdrəti ilə müdaxilə eləmir. Amma seçimlərini elmi ilə bilir. Elm də zaten müdaxilə edə bilmir. Çox qəliz deyil. Qəliz nə olur? Hayır, все. Tamam, sən bildinsə bütün azər üçün başa düşəcək. Qəliz ki,
Ola bilər bəzilərinə çətin gəlsin. Siz elə başqa şey keçdi. Başqa şey keçdi. Başqa mövzuya. Həmin mövzuda mənə görə çətin. Həmin mövzuda adam deyir ki, Allah bizim qədərimizi yazıbsa, mən necə cəhənnəmə gedirəm demək istəyir. Mən Allah yazıbsa ki, filan günah eləyəcək. Mən də Allah yazdığına görə filan günah eləmişəm. Yəni Allah mənə başdan yazıb ki, bu adam cəhənnəmə gedəcək. Daha məndən nəyi soruşur ki, filan şey niyə belə eləmisən? Mövzu budur. Mənə görə şeydir. Qəliz sualdır. Amma məsələ budur ki, sən seçmisən. Allah sadəcə sənin seçəcəyi, hətta seçəcəyi deyəndə zamana soxur Allah. Zamansız şəkildə Allah bildiyi üçün bir yerə qeyd edib. Amma bir yerə qeyd eləməyə mövzuya heç bir dəxli yoxdur yəni. O təmiz başqa şeydir. Bu sualın ortaya çıxması bəzi məntiqi qıt insanların iki məsələni bir-birinə qatıb qatışdırmasıdır. İnsanların da əksəriyyəti hazır olan şeyi udur da, həmin udur balıq kimi. Udur yemi udur artıq getdi də. Heç üzərinə ciddi düşünmür. Allah bilir nə olsun. Bilir deyənə mən nəyisə seçmişəm. Bir dənə düşün, mən indi günaha girəcəm. Niyə? Çünki Allah bilir. Mən günaha bir şeylə girə bilərəm. Allah məni məcbur eləsə. Dəstəmaz almaq istəyirəm, qolum getmir məsələn. Allah məni məcbur eləsə gedə bilmədim. Hə, tamam, bundan Allah məndən soruşmaz. Çünki dəstəmaz ala bilmədim. Allah qoymadı gücü ilə. Amma Allah bilir, mən dəstəmaz ala bilmədim. Bilgi hərəkətə təsir edə bilməz. Gücü hərəkətə təsir edir. Allahın gücü də bizim iradəmizə taalluk eləmir. Yəni Allahın gücü bizim iradəmizə, seçimlərimizə müdaxilə eləmir. Müdaxilə elədiyi anda həmin anda bizim iradəmiz deaktiv olur. İradə seçmək deməkdir. Yəni onu seçən Allahın qüdrəti girdiyi anda sən yox Allah olur. Çünki məsələn iki şeydən birini seçmək lazım. Bunu seçmək günahdır, bunu seçmək savabdır. Məcbur günahı seçdimsə, məcbur apardı. Zaten yenə mənim seçimim olmadı elə. Mən istəmirdim başdan. O da düzgün olur. Həyatın elə keçsə məsəl üçün, səhvlərdən keçsə, o nətər olur ki, yəni? O səhvi heç vaxt mən seçməmiş oluram. Qüdrət heç vaxt bir varlığın iradəsinə girə bilmir. Girdiyi anda iradə olmamış olur, bildiyin abi. Adı iradəlikdən çıxır. Yəni bir məntiq qaydası pozulur burada. Hə, da pozulur. Pozulur. Hətta azad iradə sözü var ha. Azad iradə eşitmisən də? İradə nə deməkdir? Seçə bilmək qabiliyyəti. Yəni əradə, istəmək. Azad iradə. Azad olmayan iradə ola bilər. Azad olmadığı anda iradə də olmur. Hə də. Robot olmuş olursan. Mən məsələn düşün bir otaqdasan, bağlısan, heç bir yerə çıxa bilmirsən. Azadsan, azad deyilsən, amma iradən azaddır. Yəni istədiyin şeyi seçə bilərsən. Full sərbəstsən. Qabağında heç nə yoxdur. İstəsən məsələn fincan olmağı istəyə bilərəm. Düşün. Günəşin yerindən oxundan çıxmağını istəyə bilərəm. Seçə də bilərəm. Ancaq gücüm çatmır. Bildin? Burada yoxsan güc. Hətta bir otaqda bağlı qala bilərəm. Tükün belə tərpənmir düşün. Azad iradəm varmı? Azad sözünə ehtiyac yoxdur. İradəm var. Azaddır bəli. Azad olmayan iradə olmur. Tərpənə belə bilmirəm amma iradəm tam yerindədir. Amma gücüm yoxdur. Tərpənmə gücüm yoxdur. İnsanlar iradəni Azərbaycan dilində dözümlülük mənasında istifadə edir. Seçim mənasında istifadə edir. Sonradan da İslamiyyətin o iradə kəlməsi ilə, iradə qavramı ilə bu iradəni qaçışdırır, hər şey qaçışdırır bir-birinə. Bu dünyada haram yeyən halal yeyəndən yaxşı yaşayır. Allahın varlığını bilirsənsə, bir həqiqətin varlığını bilmək o qədər lüksdür ki, yəni bir bilgi o qədər lüks bir şeydir ki, bütün xəzinələr dəyər. Bunu bildin. İkincisi sən xoşbəxtsən, əbədi həyatın var gələcəkdə. Üçüncüsü sən ən çox rahatlaşdıran şey Said Nursi sözlər üçüncü sözü oxumaq lazımdır. Orada deyir ki, insan qanunlara riayət eləyəndə çox rahat olur. Sürücülük vəsiqən yoxdursa, şəhərdə qorxa-qorxa maşın sürəcəksən. Qanunlara riayət eləməyəndə əziyyət çəkirsən. Biz də dünyada qanunlara riayət eləsək, bəlli halallara riayət eləsək, qadağalardan çəkinsək, həmişə qəlbimiz rahat olacaq. Niyə? Çünki bu dəqiqə ölsən cənnətdəsən. Sabah Dubaya bir həftəlik səyahətə getmək istəyirsən, sevinərsən məsələn. İstəyirsən təbii ki. İndi sabah ölsən, birbaşa cənnətdəsən. Bütün sevdiklərinlə bir yerdə cənnətdəsən. Bu nə qədər lüks bir şeydir. Hər an sevinc içindəsən. Amma Allaha da inanırsan. Allaha inanmayan vəbşi dəhşət içindədir. Ümumiyyətlə dəhşət içindədir. Bu başqa bir mövzu. Əbədi olaraq yox olacaq, bütün sevdikləri məhv olacaq, kainatda yalnızdır. Təsadüf nəticəsi ortaya çıxıb heç bir həyatın mənası yoxdur. Amma Allaha inanırsansa, qanunlarına riayət etmirsənsə, haram da yeyirsənsə, yenə Allah axirət düşünmürsənsə, yenə əziyyət içindəsən. O kafirə bənzər bir halın var. Düşünmürsənsə, keyf içində yaşayırsansa, bu daha başqa bir problemdir. Hələ sən fərqində deyilsən nə olduğunu. Hə, amma Allah da bilsən, amma deyirsən ki, mən günahdan özümü çəkəmirəm də. Sən qəlbin həmişə əziyyət çəkəcək içsən. Niyə? Çünki ölsən, bilirsən ki, əzabını çəkəcəksən və ən azından Allahın qabağına çıxma özün olmayacaq. Xəcalət çəkəcəksən. Bu da sənə həmişə əziyyət verəcək. Ona görə ən salamatlı yol iman və İslamiyyətdədir. Axirət var deyirlər. Amma mən görmürəm axirəti. Necə inan? Məsələn, sabah var deyirlər. Amma mən görmürəm sabahı. Necə inan? Sabahı dəqiq bilirik, yoxsa sabaha inanırıq? Sabahı dəqiq bilirik. Əslində inancdır. Bütün elmi anlayışların altında təməl bir inanc var. Bu elm çevirələri tərəfindən rahatlıqla dilə gətirilmir. Elmin təməl 7-8 dənə inancı var, təməl. Bu inanclardan biri qanunların indi olduğu kimi keçmişdə və gələcəkdə də davam etdiyi, davam edəcəkdir. Yəni necə ki hər gün günəş çıxıb, sabah da günəş çıxacaq. Necə ki bu 9.8 təcillə aşağı düşür, sabah da düşəcək. Keçmişdə də düşürdü. Bunlar bizim inancımızdır, keçmişə və gələcəyə doğru. Bu elmin təməl ön qəbullarıdır. Biz sabahın gələcəyinə inanırıq. Dəqiq bilmirik. Nə bilə bilərsən ki, yəni sabah həqiqətən yer kürəsi oxundan çıxa bilər. Bir asteroid gəlib dəyər. Hətta bizim qalaktikamız çox sürətlə hərəkət edir. Görmədiyimiz o tərəfdən başqa qalaktika ola bilər, görmədiyimiz o qədər sürətlə gələr. Dəyər ki, bir saniyə sonra yoxa çıxar. Hətta
bizim bütün gördüyümüz kainat o qədər sürətlə hərəkət edir ki, görmədiyimiz başqa bir tərəfdə bir kainat çox sürətlə hərəkət eləyirsə əgər, biz bunların arasını təbii ki görmürük. Bir anda bir-birinə girər, 3 saniyə sonra ölə bilərik. Yəni biz sabahın varlığına inanırıq. Niyə inanırıq? Çünki indiyə qədər gələn qanunları təqib eləyirik. Allahın bizlə müamiləsini təqib eləyirik əslində. Allah hər gün günəşi çıxarır. Sabah da çıxacağına inanırıq. Mən doğulandan bu yana hər gün bir şeylər verib Allah. İlk öncə maddi nemətlər, sonra mənəvi, sevgi, ağıl daha çox artır, həmişə artır. Yəni kainatda mənə qarşı birinin etdiyi müamilələr, qaydalar, qanunlar təqib eləyirəm. Sabahın bugündən daha gözəl olacağını gözləyirəm. Çünki həmişə belə olur. İnanıram əslində, buna bir növ inanıram. Birisi gündə, o biri gündə. Axirət zaten əxira, bir sonraki deməkdir. Artıq mən sözünü açıq ayırmıram. Cənnət və bu dünyanı o qədər ayırmıram. Çünki mömin üçün ölüm yoxdur. Elə heç vaxt ölməyəcəyik. Bədənimiz öldü kimi olacaq, amma bədənimiz öləcəkdir. Bədənimizdən ayrılacağıq. Zaten mən bədəndən ayrılıram. Yəni o mənim üçün o qədər yad bir şey deyil. Dırnaqlarımdan ayrılıram. Ayrılırammı? Tez dırnağımı kəsib ayrılıram. Saçlarımdan ayrılıram. Qaraciyər 6 aydan bir dəyişir. Məsələn mən bəlkə 40 dəfə qaraciyər dəyişmişəm deyək. Mədəmin iç qişası 5 gündən bir dəyişir. Bundan nə qədər dəyişmişəm? Bütün vücudum indiyə qədər bəlkə 4 dəfə, 5 dəfə tamamilə dəyişib, tamamilə. Zaten mən bu bədən deyiləm axı, daha içdə bir şeyəm və o davamlı yenilənir. Mən qalmışam. Bu yenilənir bir yerdən sonra da necə ki 4-5 vücudu atmışam geridə. Məsələn 80 yaşımda da bir dəfəlik o köhnəlmiş vücudu ata bilərəm. Vücudu atmaqla mən qorxmuram bir şeydən. Çünki mən davam eləyirəm. Və mən davam elədikcə də daha gözəldir. Axirət buna deyirəm. Sabah gözəl olacaqmı? İnanıram gözəl olacağına. Sən də günəşin çıxacağına inanırsan. Bu qayda qanunu təqib eləyir, Allahın Kərim və Rahim olduğunu, Hakim olduğunu tuturam. Bu hakimiyyət məni yox eləməz. Niyə yox eləsin ki? İndiyə qədər, yəni heç vaxt ondan mənə qarşı pis müamilə görməmişəm. Həqiqətən. Bir hikmətsizlik olar yox eləsə. Qarğaya 150 il, mənə 60 il hikmətsizlik olar həqiqətən. Ən azı 1 milyon il lazımdır yəni insan üçün. Qarğaya 150 ilsə insana ən azı 1 milyon lazımdır. Zaten öldürməyəcəyini deyir Quranda. Yəni sabaha inandığın kimi bir insan kainatı düzgün müşahidə edə bilsə, sabaha necə inanırsa, axirətə o qədər qüvvətli inana bilər. Sadəcə Allahı yaxşı tanımaq lazımdır. Axirətə inanmaq üçün Allahı tanımaq lazımdır. Yəni bir deistə sən biz Allahın varlığında ittifaqdayıq. Onda sən İslamı anladım, axirəti anladım. Bu tamamilə yanlış mövqedir. Bir deistə Allahı anlatmaq lazım. Bir insan Allahın varlığı və isim və sifətlərindən yaxşıca anlasa, axirətin varlığını oradan çıxaracaq. Quran təbii ki təsdiq qoyur. Quran təsdiqi vurmasa ürəyin həmişə narahat olacaq. Biz əslində öldüyümüzü, bir insanın öldüyünü görməmişik ya. Cəsədi ölüb ha. Amma zaten o ölümdən çox görürük. Yəni cəsədimiz davamlı dəyişir də. 3 yaşındakı bədəndə bu. Bu bədən tamamilə oradan bura heç nə qalmır. İnsanlar elə bir ki DNT qalıb, geni qalıb. Mənim genim atamdan, onun atasından. Elə bir ki bir dənə gen deyə bir silsilə var. Bu həmişə qalır. Halbuki bədənimdə olan bütün zərrələr, bütün atomlar, qulaq məməmdən tutmuş da saçımdan, hər yerimdən, hər hüceyrəmin içindəki olan DNT-yə qədər içindəki bütün atomlar dəyişib. Yəni bu dəqiqə bədənimdə mən elə bir dənə ət, sümük, zərrəcik yoxdur ki, bax bu dəqiqə bədənimdə. 20 il əvvəldən qalsın. İnsanlar əvvəllər elə bilirlər ki, beyin hüceyrələri dəyişmir. İndi bilir ki, beyin hüceyrələri dəyişir. Hər şey dəyişdiyi halda, bədən neçə dəfə öldüyü halda mən qalmışam. Demək, bədənin ölməyinə görə, bədənin öldüyünə görə o qədər əmin ola bilmərik, insan öldü yoxsa yox. İndi bir insan 70-də getdi düşün. 70 yaş getdi. Amma bədəni getdi. Sən onun özünü görməmsən. Özü həqiqətən yox oldu, birinci ehtimal. İnanıram, yox oldu. İnanıram. Bu inancdır ha, yox olduğuna inanmaq. Özü yox olmadı. Bilmirəm, inancdır. Yox oldu və yox olmadı, inancdır. Cəsədi öldü. Bu qəti bilgidir. Amma özü, bir insanın özü ət deyil axı. Özü atom deyil axı. Bir insanın özü atomun harasındadır. Bədəni harasına yaxınlaşsan, insanın ağlını, ruhunu, qəlbini, hissiyatlarını heç birini görməyəcəksən. O cəsəddə. Onu demək istəyirəm. Yəni insanın öldüyünü iddia eləməkdə inancdır. Ölmədiyini iddia eləməkdə inancdır. İkisi də eyni səviyyədə olan inancdır. Hansını seçək? Mən ölmədiyini iddia edirəm. Çünki indiyə qədər mənə olan müamilələrin içində həmişə gözəl olub. 85-də niyə pis olsun? Çünki 85 yaşında bir insan özünün 15 yaşındakı vəziyyətinə görə daha ali insandır. Çox-çox ali insandır. Sən özünün indiki vəziyyətini bilirsən? Məsələn 18 yaş. İndi bir də düşün, sən neçə yaşın var? 75. Səncə indən daha geri zəkalı olarsan 75-də. Təbii ki, sənin üstündə nələr gələcək, nələr. Həyatdakı hər hadisəyə qarşı müqavimətin, daha qəhrəman insan, daha yəni bütün duyğuların aliləşəcək əslində. Sənə bu gün bu qədər ləzzətlər bəxş edən, gündən-günə ağıl nemətini artıran, nemətlər verən Allah, hətta 3 yaş, hətta 1 yaşında sənə o qədər nemətlər bəxş edən, 80 yaşında sən təbii ki, birdən öldürməz, zayi eləməz. O meyvəni niyə zayi eləsin ki? Bir insan Allah elə ki, bir ağac böyüdür, o meyvələrini böyüdür, birdən o meyvəni zayi eləyər. Ağaca, meyvəyə görə baxarlar. Öldürməz Allah. Çünki Allah hakimdir, kainatdan hakim bir Allah görürük. O hakim hikmətli olduğunu kipriyimizin tüklərindən belə anlaya bilərik.
O hakimdən bunu gözləmirik, o qədər rəhmətdən bunu gözləmirik, o qədər səxavətdən bunu gözləmirik. Allahın min bir ismini kainatdan çıxara bilən adam axirətin varlığına rahat çıxar. Risalədən 10-cu sözü hər kəs oxumalıdır abi. Risaləni bəyənməyən insanlar var. Bəyənməyən insanlar belə. Yəni 10-cu söz oxumayıblarsa çox şey itiriblər. Çox şey. Başqa heç bir əsərdə yoxdur. Allah bizi cənnətdə yaratsa daha yaxşı olardı yoxsa daha pis olardı? Cənnətdə olsan sən qəhrəman ola bilərdin. Bir nəfər gəlib deyəndə ki, mən bu falan şeylərdə, falan şey deyəsən, nə maraqlı hisslərdir. Nə maraqlı hisslər yaşamısınız. Sən bir şey fəda eləmisən. Sən nə qədər əl açıq olmusan və s. bu hisslərin heç birinin cənnətdə biz yaşamayacaqdıq və bu qədər böyük hissləri yaşamaq üçün bu o qədər böyük bilgidir ki, onun nə olduğunu bilməyəcəkdik. Qəhrəmanlıq nə olduğunu bilməyəcəkdik. Məsələn, bir mələk qəhrəman ola bilməz. Bir mələk heç vaxt qəhrəman ola bilməz. Çünki qəhrəman olmaq üçün sən nəsə bir çətinliyə bir şey fəda eləməlisən məsələn. Bir mələk nəyi fəda eləyəcək? Bir 2 yaşında uşaq düşün. Məsum heç bir günahı yoxdur. Amma 2 yaşında uşaq qəhrəman ola bilməz. Amma insan qəhrəman ola bilər. Bütün bunları bilməyə görə Allah bizi dünyaya göndərib, yaxşı da göndərib. Yəni onun da çox şey var. Düşün cənnətdəsən, elə cənnətdəsən. Hamı danışır, fədakarlıqdan danışır, qəhrəmanlıqdan, sədaqətdən, nə maraqlı şeylərdən. Çünki dünyada həqiqətən çox şeylər, filmlər olur. Məsələn, o gün film izləyirəm, filmin sonunda nə qədər ağladım da, ağladım yəni. Mən neçə ildə ağlamırdım. Yəni bir filmə görə ağlamırdım da. Bir film məni ağladıbsa, demək ki, orada həqiqətən acınacaq şey görmüşəm. Həqiqətən üzülmüşəm. Və sonra sevinmişəm. Ağlaya-ağlaya birdən gülməyə başlamışam. Bu nə qədər maraqlı hisslərdir. Mən hələ filmdən bunun təsirini almışam ha. Bir də bunun real həyatda yaşayan insanlar var. Bu maraqlı bir hissdir. Necə bir çiyələyə baxıb təfəkkür edirsən, ya Rabbi, bunu nə gözəl yaratmısan. Bu hissi təfəkkür edirəm ki, Allah nə maraqlı bir şey yaradıb, hiss yaradıb. Vay ki, sən baxıb bir şeyə ağlayırsan, sonra birdən gülürsən. Bu nə qədər maraqlı bir şeydir. Və mən bunu cənnətdə heç vaxt bilə bilməzdim. Və ətrafda insanlar bundan bu hissdən danışsaydılar, bir dənə düşün 10 trilyon ildir cənnətdəsən. Deyəcəkdim ki, ya Rabbi, mən də bilmək istəyirəm də bunu. Allah deyəcək, dünya çətindir ha. Deyəcəm istəyirəm. Deyəcək çox əzab çəkəcəksən. Deyəcəm, nədir? 100 ildir də. 100 il nədir ki? Trilyon ildir buradayım, əbəd burada olacağam. 100 il nədir ki? 100 illik məni dünyaya göndər. Mən də bilim. Bütün bu şeyləri bilim. Çünki bilgi elə bir xəzinə, elə bir ləzzət, elə bir puldur ki, pulu insanlar düşünür ən gözəl şey kimi. Ən böyük xəzinə bilgidir abi. Ən böyük ləzzət bilgidir. Ləzzət üçün insanlar qaçır. Bilgidən daha ləzzətli bir şey yoxdur. Və Allah bu bilgi ləzzətini bizə bildirmək üçün dünya kimi bir yer atıb. Buradan daha yaxşı bir yer yoxdur. Super yerdir bura. Yəni insanların bəziləri acı çəkir, əzab çəkir. Bunlar hamısı başqa mövzulardır. Adam videoya məsələn etiraz edəcək məsələn buna. O da başqa mövzudur, orada da başqa bir nöqtəni bilmir. Onda başqa vaxt danışırıq da, yəni başlasam 10 dəqiqə danışacağam çünki ona. Dünya şöhrətli alim, professor, geoloq Cəlal Şəngörün bir videosu qabağıma çıxdı. Dağları, karaları zelzeleden korusun diye yarattık. Evet. La tam tersi. Tam tersi. Nasıl hocam? Dağların olduğu yerde müthiş zelzele olur. Canını okur karaların. Dağ olmadı mı dümdüz yerlerde zelzele olmaz. Biz maşının buferini qoyduq ki, maşına zədə az dəysin. Halbuki biz baxırıq ki, ən çox zədə elə buferdə olur. Demək ki, zədələrin səbəbi bufer imiş. O Cəlal Şəngörün məntiqi ilə baxsaq bəli. Bəs o Həqiqətən o ayədə dağların zəlzələdən qoruduğu mu bizə xəbər verir? İşari mənada güman ki, bu da qəsd olunur, işari mənada. Amma diqqət etsək, Quran orada zəlzələ kəlməsini istifadə eləmir. Deyir ki, biz dağları yaratdıq ki, yer üzü sizi sarsmasın. Mədə kəlməsi istifadə olunur orada. Mədə sarsılmaqdır. Orada sonrakı ayələr, əvvəlki ayələrdə baxsaq, orada yollardan danışır. Yəni bəlli yerlərdə dağ kimi nöqtələr olacaq. Sən sarsılmayacaq. Bir dənə düşün, düpbədüz ərazidir. Dümdüz heç nə yoxdur. Hətta ərəb mühitini düşün. Bir də kiçik yer yox ha, deyək ki, 100 kilometr hər tərəfə məsafə. Məsələn, bir yerdən bir yerə gedirsən, artıq sarsılırsan. Nəyin nə olduğunu şaşırırsan, itirirsən. Hətta səhrada qumlar dağ kimi bəzi şeylər əmələ gətirir, təpəciklər. Onlar da çox qısa müddətdə yenidən külək vurur, dağıdır, yəni. Sarsılırsan, hara düşdüyünü itirirsən artıq. Amma ayətdə deyir, biz yer üzündə sabit dağlar yaratdıq. Artıq bir növ elə nöqtələr olur ki, naviqasiya kimi də sən yolu bilirsən. Ondan sonra da biz yolları yaratdıq deyir, çayları yaratdıq deyir, yolunuzu tapasınız deyir. Ulduzlar deyir. Yəni orada mövzu sabit dağlar yaratdıq ki, yer üzü sizi sarsmasın, narahat olmayasan, rahat yolu tapa biləsən. Mövzu budur. Amma işari mənada bəli, onu da deyə bilərik ki, dağlar zəlzələnin təsirini azaldır. bu ərəb dilində də hər şeyin 10 dənə mənası var. Nə deyirik, deyirsiniz, burada bu qəsd eləyib, orada o deyil, burada bu başqa mənadadır. Yəni bir kəlmə fərqli mənalarda ola bilər. Hər dildə var bu və orada da ağla yatan nədirsə, o mənanı Allah qəsd elədiyini deyirik. Bir cür anlamalıyıq da biz bu kitabı. Çəkmək kəlməsi var bizim dildə. Bu kəlməyə baxmışdım, 30 dənə mənası var.
Azərbaycan dilində siqaret çəkmək, şəkil çəkmək. Ata uşağın çəkdiyini görüb ona bərk qəzəbləndi və dərhal qutunu götürüb çölə atdı. Azan çəkmək deyirlər, onu düşünməz. Yəni məsələ siqaretdən getdiyini hər kəs anlayır. Orada siqaret keçməsə də, oradakı mövzuya görə ağılla anlayır. Sadəcə bəzi insanlar yanlış anlaya bilər, onda daha ağıllı insan düzəldir də. Burada problem yoxdur ki, hər dildə var kəsmək kəlməsi. Nə qədər mənada istifadə olunur. Hər dildə budur. Hətta ingilis dilində birinə baxmışdım. Nə idi? Unutdum. 121 dənə mənası var idi. Hər dildə belədir. Yəni buna düşmən olmaq nədir? Yəni bunu bəyənməməklə güdməli bir anlayışdır. 4 əsr əvvəl gör nətər. Biz nəyə etiraz edirik? Onu başa düşmürəm yəni. Bizim başımız xalaq. Allah bu dünyadakı şərlərə niyə icazə verir? Bayaq dediyim kimi daha. Bizim dünyada məqsədimiz ən böyük zövq budur. Bir şeyin həqiqətinə vara bilmək. Bunun arxası sevgi, heyrət, fərqli duyğular olur. O ən böyük zata qarşı, Allaha qarşı. Bir qıza bu qədər sevgi ilə bağlanan, ata-anaya bu qədər bağlanan, bir futbolçuya bu qədər bağlanan, bir alimə bağlanan, Allaha nətə bağlanmaz. Hər şeyin qaynağıdır. Sən bunun üzərinə nətə düşünüb heyrət eləməzsən, onunla danışmaq istəməzsən. Bunlar nə qədər maraqlı şeylərdir. Bütün bunların hamısı bilgi üzərindən keçir. Bilmək, mərifətullah. Dünyada işimiz mərifətullahdır. Allah cinləri, insanları bilgi üçün yaradır. Mərifətullah, bilmək bunun arxası ibadətə keçir. Nəticəsidir. Bunun üçün bir çiyələk bizə nə qədər məna anladırsa, yemək görməyən bir insan çox mənalardan nöqsan qaldığı kimi şərlər, müsibətlər də bizi bir məna anlatır. Xəstəliklər bir məna anlatır. Hər şey mənaların anlaşılması üçün. Bunu sayılırsa 7-ci sözdə qəşəng izah edir. Bir müsəlmanın bir ateistlə müzakirəsi zamanı etdiyi yanlışlar. Məsələn, bir müsəlman deyir ki, bir çiçək əmələ gəldi. Bunu kim əmələ gətirdi? Ateist deyir ki, toxumunda yazılıb, DNT-sində yazılıb. Müsəlman deyir, bəs toxumuna kim yazıb? Ateist deyir, təkamül prosesi. Müsəlman deyir, ən başda ilk hüceyrə necə yaranıb? Belə keçmişə doğru gedir. Müdafiəyə çəkilirsən get-gedə. O hücuma gəlirsən, çəkilirsən. Halbuki sən deyirsən, çiçək yarandı. Yəni nə oldu çiçək? Nə demək istəyirsən? Mən demək istəyirəm ki, torpağın içindən fərqli ünsürlər, yəni atomlar, təməldə atomlardır. Atomlar havadan karbon, günəşdən foton, kainatın fərqli yerlərindən zərrələr hərəkət edərək gəldi çiçəyi əmələ gətirdi. Bax bu anda gözümüzün önündə çiçək əmələ gəldi və gözümüzün önündə ot qoyunun bədənində süd oldu. Fakt ot bir gündən sonra süd oldu. Bax bu əmələ gəlmə var ha. Torpağın çiçək olması. Bax bu işi edən nədir? Bütün məsələ odur. Sən deyəndə bəs proqrama kim yazıb? Bəs ilk hüceyrə, keçmişə niyə gedirsən? Məsələ budur. Torpağı çiçək edən nədir? DNT gen desən belə, bu işi edən iki şeydən biridir. Ya atomdur, ya atom deyil. Biz müsəlmanlar deyirik ki, bunu edən atom deyil. Sən gen desən yenə atom demiş olursan. O da əgər atom deyildisə, deyəcək ki, bu işi edən kainatda olan 4 təməl qüvvədir. Sən də deyəcəksən ki, bu işi edən bir qüvvədir. Bax ikiniz də ortaqsınız artıq. Sonra deyirsən ki, bu işi edən ikimizə görə də qüvvədir. Amma bu qüvvənin bilgisi var yoxsa yox? Bax müzakirə burada getməlidir. Adamlar təmiz başqa yerdə danışırlar. Bu torpağı çiçəyə çevirən tam olaraq 4 təməl qüvvədir. Biz bundan razılaşmışıq artıq. An etibarilə hətta Amban kainatı yaradan, yəni kainatdakı hər zərrənin hərəkətinə səbəb olan Amban nədir? Qüvvədir. Burada ortağıq biz. O qüvvə bilgi sahibidir, bilən bir gücdürmü, yoxsa bilgisiz kör enerjidir? Müzakirə burada getməlidir. Təmiz başqa yerdə danışılır, ona ehtiyac yox. Və yaxud da adam məsələn deyir, Big Bang-i kim ortaya çıxarıb? Bu bir arqumentdir, amma Big Bang-ə sənin ehtiyacın yoxdur. Bu dəqiqə gözümüzün önündə işlər gedir. Hər ananın qarnında Big Bang-lər olur. Məsələn, bunu sən danışa bilərsən. Bunu edən nədir? Və məsələn, əxlaq məsələsində adam deyir ki, əsas o ciddi. Peyğəmbərin gəlinliyi ilə evlənib. Gəlinlik nədir? O mövzulara heç girməyə ehtiyac yoxdur. O mövzulara heç girməyə ehtiyac yoxdur. Bir ateist və bir deist əxlaqı əsla təməlləndirə bilmir. Əxlaqlı ola bilər, o başqa məsələ. Bir müsəlman da əxlaqsız ola bilər, o başqa məsələ. Amma əxlaqı təməlləndirə bilmir. Bir kəlmə soruş. Bacı qardaşın yatmağı, bir yerdə yatmağı niyə pisdir? Sadəcə bunu soruş. Əxlaqı təməlləndirə bilmir ki, əsla pis deyə bilməyəcək. Ancaq Azərbaycanda doğulduğuna görə, müsəlman anlayışı ilə böyüdüyünə görə məcbur buna pis deyəcək. Amma həqiqi ateist kimi ciddi düşünsə, əsla pis deyə bilməz. Lawrence Krauss var. Ondan soruşurlar birinci verdiyim sual. Düşünür deyir, pis deyə bilmir. Çünki adam bilir, ateist yəni. Bacı qardaşın yatmağını pis deyə bilməyən bir adam gəlinlik bir məsələyə etiraz edir. Heç haqqı yoxdur, heç haqqı yoxdur. Sən başqa bir yerdəsən. Yəni çox məsələlərdə də budur. Yəni bir-birini anlamırlar, təmiz başqa yerlərdə. Heç nədən xəbər olmayan, dindən, İslamdan, elçi, peyğəmbər gəlməyən bir qövmü yaratsın və ibadət etməsi yandırsın. Bu ədalətə sığışırmı? Deyir ki, biz bir qövmə rəsul göndərmədikcə onlara əzab edəcək deyilik. 5-ci əsr Argentina. Rəsul göndəribsə, göndərdiyi toplumu ki, bəzi mənbələrdən biz bilirik ki, onlara da rəsullar gəlib. Göndəribsə, onları məsul tutacaq. Onlar haqqı rədd elədiklərinə görə, dürüst davranmadıqlarına görə. Əgər rəsul göndərməyibsə, necə ki heyvanları
Allah cənnətə atır, birbaşa cənnətə atacaq bütün heyvanlar. Çünki onlara bir rəsul göndərməyib və ağıl da verməyib. Mələklər necə ki heç nə eləmədən, heç bir imtahan keçmədən cənnətdədir. Uşaqlar necə ki heç bir imtahan keçmədən vəfat edəndə uşaqkən cənnətdədir. O qövmlər də hamısı cənnətdədir. İmam Qazali bu cür şərh edir. Deyir, bir qövmə rəsul göndərilmədikcə cənnətdə olar. Bir qövmə rəsul göndərilib ancaq doğru çatdırılmayıb. İndi də ola bilər. Məsələn, Çilidə adam kəndçidir, bir kilsə var orada. Muhammed deyə bir ad eşidib, terroristlər deyə belə bir ad eşidib. Sən nəsə araşdıranda girib 100 dənə mənbəyə baxmırsan ki, gedir yazır BBC-dən, CNN-dən bir xəbər çıxır, terrorizmlə İslamı əlaqələndirir beynində. İslamı rədd edir. Yəni heç düşünmür, üzərinə də düşünmür. Amma məsələn Roma papası. Bu artıq bu işin içindədir. Bu ciddi maraqlanması lazımdır. Bunun yeri cəhənnəmdədir məsələn, əgər İslamla maraqlanıb qəbul eləməsə. Onda bizə də o zaman şeydə yaradardı, elçi gəlməyən yerlərdə. Biz də öz keyfimizlə yaşayardıq, bizi də yandırmazdı. Allah məcbur deyil hamıya eyni davransın. Bayaq dediyim kimi, öz mülküdür, nə istəsə eləyə bilər. O istəsə heç verməyə bilər. İstəsə bir qisminə bol-bol qida göndərər, istəsə o bir qisminə heç nə göndərmər. Və ədalətsiz deyilmi onda? Ədalət deyil. Ədalət bir kəsin öz mülkündə olur. Məsələn, sən piyada keçidində keçirsən, orada haqqın var. O da dayanmalıdır. Maşın da dayanmalıdır. Niyə? Çünki ikinizin də bu ölkədə, bu 10 milyon torpağın içində ikinizin də haqqı var. Niyə? Ata-babadan buranı fəth eləyiblər, yaşayıblar. Məsələn, bəlkə əskərlərin, qazilərin daha çox haqqı var. Amma hamının haqqı var artıq. Milli Məclis seçmişik, qanunlar, dövlət. Hər kəs aşağı-yuxarı eyni hüquqa malikdir artıq. Bölmüşük, sən bunu eləyəcəksən, sən bunu eləyəcəksən. Həqiqətən haqqımız var. Hər vətəndaşın haqqı var bu ölkədə. Və yaxud da bir şirkətdə 2 nəfərin haqqı var. Niyə? Çünki sən də bura zehninlə bir şey qoymusan, o biri pulu ilə bir şey qoyub. Yəni bir şey qoymusunuz ora. Kimsə o birinin haqqını isə ədalətsiz eləmiş olur. Allahın mülkündə Allah qoyub, ifadəsi caizsə Allah pul qoyub deyək. Kifayət qədər sərmayə qoyub, hər şey qoyub. Günəşi qoyub, ayı qoyub, işığı qoyub, hər şeyi qoyub, hər şey. Bizim özümüzü, qulağımızı, gözümüzü, hər şeyi qoyub. Sən ortaya nə qoymusan? Heç nə qoymadığına görə, bütün haqq onun olduğuna görə, artıq sən ona ədalətsiz deyə bilmirsən. Bunu qoyduq bir qıra. Bu niyə deyirəm? Yəni lütfündən bəzisinə çox, bəzisinə az verə bilər. İndi baxaq görək. İslamiyyət kiməsə çatıbsa, ona böyük lütf eləyib Allah. Yoxsa İslamiyyət çatmadan adam birbaşa cənnətə gedir. Ona mı böyük lütf eləyib? Səni Allah bu dünyada yaradıb, onu da yaradıb, eləmi? Sənə haqq və həqiqəti çatdırıb. İslamın bəhs elədiyi kimi Allahın varlığından heç kəs bəhs eləmir. Hər an hər şeyi idarə edən çox böyük güc, rəhmət sahibi biri. Bilsən sənə nə qədər böyük bir qüvvətdir. Bunu bilmək belə, bir insanın dünyasına bu düşüncəni girmək belə 1000 dənə cənnətdən daha dəyərli bir şeydir. Allahın razılığı. Yəni filan şey eləsəm, mənə bu qədər nemətlər verən razı olacaq. Onun varlığını tapmaq, bunun razılığı nədir onu tapmaq. Bu o qədər böyük bir ləzzət və zövq qaynaqdır ki, cənnətin 1000 qat ötəsində bir şeydir. Allah sənə daha çox lütf eləyib, sən alçaqlığından onu da rədd edirsən. Daha çox lütf elədiyi bunu itirirsə artıq, bunu əlinin tərsi ilə çevirirsə, buna cəhənnəm tam yerindədir. Allah əslində sənə daha çox lütf edib. O cənnətə gedə bilər, amma sən daha çox şeyi itirdin. Və İslamiyətin gəlməmək, ateist, deist məsələn, deyib gülməklərinə baxma, bunların düşünənlər, məsələn Schopenhauer var. Ən qüvvətli düşünən ateistlərdən deyirəm. Adam heyvanlar insanlardan qat-qat xoşbəxtdir deyə bir əsər yazıb. Dünya çox dəhşətli bir yerdir. Sanki insan burada nəyə bənzəyir? Balaca bir balığa okeanın dibində, fırtınaların içində böyük balıqların hücumuna məruz qalmış, zorla həyatda qalmağa çalışıb. Onun məqsədi həyatını biraz da olsa uzada bilməkdir, deyir. İnsan bu qədər dəhşətli bir yerdədir. Heyvanlar bizdən qat-qat xoşbəxtdir. Əbədi olaraq yoxluq var, öləcəyik. İnsanlar uşaq vaxtı xoşbəxtdir deyir. Yaşlaşdıqca xoşbəxtlikləri azalır, daha üzüntülü olur. Niyə? Çünki ölümün dəhşətini artıq hiss eləyirlər. Adam hiss eləyib də İslamiyyət sənin dünyaya girməyəndən sonra sən dəhşət içindəsən. Düşünən insan dəhşət içindədir. Allah sənə daha çox lütf eləyib. Sən bunu bir də yenə ona qarşı istifadə edirsən. Və Allah zülmləri önləsin deyirsən, eləmi? Məsələn, etiraz budur. Allah zülmləri önləsin. Nə vaxt önləsin? Bir işi edəndən öncəmi yoxsa edəndən sonramı? Edəndən öncə bunu dünyada heç bir ədalət qəbul etməz. Çünki sənin seçimin var. Hər an dönə bilərsən ondan. Ən son anda da dönə bilərsən. Bir də dönməsən belə, dönməyəcək. Allah bilir dönməyəcəkdir. Onu önləsən amma sən deyirsən, ya Rəbb, eləməmişdim axı. Bu həmişə qınayacaqsan içində onu. Və ya da robot kimi olacaqsan. Bilərsən ki, belləyin kimi Allah sənə başından ildırım vuracaq. Yenə seçimimiz ləğv olacaq. Robotlar olacaq. Hamımız robotlar. İçimizdə davamlı nifrət bəsləyən, hətta içimizdə nifrət belə bəsləyə bilməyəcək Allaha. Nifrəti də önləyəcək. Yaxşı, demək ki, Allah eləyəndən sonra cəzalandırmalıdır. Zaten Allah eləyəndən sonra cəzalandıracağını deyir. Bunu da özü müəyyənləsən. Allahdan çox biləsən. Yəni hər şey yaradan biri eləyəndən sonra cəzalandıracaq. Sən də eyni fikirdəsən. İndi nə qədər sonra 1 saniyə, 2 saniyə, 3 saniyə, ha 1 saniyə, ha 1 milyon il. Fərqi yoxdur. Cəzalandıracaq da sən artıq bundan rahat ol. Və mə rabbuka bizalləm lil abid. Rəbbin deyir, qullarına zülm eləməz. Cəzasını, əvəzini verəcək. Məzlumun da yenə əvəzini verəcək. Bir də Allah deyir ayədə, biz insanlar günah işləyən kimi dərhal onun cəzasını versəydik, yer üzündə deyir qul qalmazdı. O zülm eləyir, amma sən heç az alçaqlıq eləmirsən. Dürüst davranmadığın çox şeylər var. Mən insanların əksəriyyətini faiz verib daha da şey eləmək istəmirəm insanlar. Əksəriyyətinin
dürüst olmadığı qənaətindəyim. Xüsusən Allaha qarşı. İçində elə bilir dürüsttür, başqa insanlara qarşı. İçdən-içə öz mənfəəti var. Bəlkə öz şuurunda da deyil artıq. İçdən-içə çox insanın dürüst davranmadığını, qeybəti heç günahdan saymadığını, hətta imkanı yoxdur. İmkanı olsa, məsələn, Hitler səviyyəsinə güc səviyyə gəlsə, Hitleri 1000 qatını eləyəcək insanlar çox-çoxdur. Ətrafımızda çox. Yəni səndə də var da onların. Yəni Allah ya dərhal cəzalandıracaq, onda yer üzündə qul qalmaz. Demək ki, müəyyən müddət verəcək. Bu müddətdə çaxnaşmalı dünya olacaq. Burada insanların istedadları sümbüllənəcək. Burada necə sərçə quşu məsələn arxasınca şahin düşür, elə istedadları inkişaf edir. İnsanın istedadlarının inkişafı üçün şeytanın hücumu lazımdır burada. Müsibətlər, sıxıntılar, fəlakətlər, hər şey lazımdır ki, burada sən çox-çox mənaları anlayırsan. Bunların ən sonu insanın istedadlarının inkişafıdır, duyğularının inkişafıdır. İnsanı ali bir insan eləməkdir. Çünki çaxnaşmalı bir yerdə Allah kafirlərin əli ilə də bu mənaya da xidmət edir. Düzdür, orada kafir öz seçimi ilə yanlış edir. Ən axırda yenə ədalət bərqərar olur. Sən dünyada baxıb Allahın fərqli-fərqli isimlərini anlayırsan. Rahmaniyyət nədir? Bayaqdan Rahim Rahim desən. Allah həmişə o Rahim olsaydı, o Rahim deyə bir şey nə olduğunu anlamayacaqsan. Anlamayacaqsan. Düşün, Rahim kimi bir mənadan qıt qalırsan sən. Rahimiyyət kimi bir mənadan. Şəfqət etmək nə qədər gözəl hissdir. Allah belə bir çaxnaşmalı dünya yaratmasaydı, sən o şəfqət etməkdən yoxsun qalacaq. Şəfqət sözünü anlamaqdan qıt qalacaqsın. Ədalət sözünü anlamaqdan, ədalət deyə bir mənanı fəhm etməkdən nə qədər qıt qalacaq. Elə bilsən biləcək, heç nə bilməyəcək. Ümumiyyətlə çox sönük, bilgisiz varlıqlar qalacaq. Ya da ki, kənardan, yəni bir şey bilmək, yaşamaqla bilmək arasında çox fərq var. Mən bu məsələdə tam qane olmuşam ki, artıq belə bir dünya lazımdır. Allah mənə desə ki, haşa, necə istəyirsən dəyiş bu sistemi. Eyni bu sistem deyərəm ki, davam eləsin. Allah önləyə bilərmi? Bütün məsələ budur. Allah önləyə bilərmi? Bəli, önləyə bilər. Niyə önləmir? Gərəkcəsi var Allahın. Önləsə daha böyük problem olacaq. O robot olacaq hamımız. Önləyəcək, amma sonra önləyəcək. Burada biz bilməliyik ki, Allah həqiqətən ədalətlidirmi, ədalətli deyilmi? Bunu kainata açıq gözlə baxan bilər. Məsələn, bax bunun üçün Said Nursi ikinci sözü mütləq oxusunlar. Said Nursi sözlər ikinci sözü. Orada 2 nəfərin təmsil edir, 1 nəfər kainata elə baxır ki, oradan çıxarır. Və yaxud da Said Nursi 10-cu sözü mütləq oxusunlar. O sonra önləyəcək dediniz. Sonra önləyəcək. Yəni o artıq ikinci həyatdadır, ya ikinci mərhələdə cənnət və cəhənnəmdə, cənnətdən o zalimləri çıxartmaqla önləyəcək. Yəni onları ora qoymayacaq ki, bir də orada təxribat çıxartmasınlar. Bunlar özlərini isbat etdilər, pis kimi isbat etdilər. Hətta dünyada da önləyir əslində. Elə baxma ki, onlar kef içindədirlər. Sən özün həyatda diqqət eləsən, məsələn, bir qeybət eləsən, gecə yuxuda görürsən ki, məsələn, itlər gəlir üstünə. Bunu aşağı yuxarı bütün möminlərin həyatında belə şey var, məsələn, bir qeybətdə, bir göz zinasında, yəni xırda bildiyi günahlarda, xırda bir şeylə artıq gecə yuxumda məni narahat edir də. Sən bilmirsən o zülmlərin sahibi gecə yuxusunda. Deyirək Allahın sopası yoxdur. Təbii ki, Allahın hər şeyi var, amma yaxşı ifadədir. Allahın sopası yoxdur. Yəni Allah bir şey olan ki, başından vurmur. Baxsan ki, yavaş-yavaş içdən artıq heç nə sənə ləzzət vermir, tətmin olmursan. Onların dünyası elə bilmə ki, ekran qarşısında yaxşı görünən, üzdən yaxşı görünən həmişə yaxşıdır. Bir çoban elə bir zəngindən qat-qat fərahlı, qat-qat rahatdır, yəni qat-qat xoşbəxtdir. O zülmünü çəkir orada. Yəni orada zülm eləyən içdə daha böyük zülm çəkir. O Fələstində anasını itirən uşaq, cənnət var, Allah bilir nə var. Onlar müsəlman da bir tərəfdən rahatdılar. Yəni o ona baxan, biraz onların daxili dünyasına girə bilsən, Allah yanındadır onun məsələn. O rahatdır. Bilir ki, Allah da anasını öldürmədi. İslamda ölüm var ki, İslam'a görə Allah anasını öldürmədi. Dünyada xəstə əlil qaldısa bunun çox-çox mükafatı olacaq bildiklərin hamısı. Əlif, ləm, mim, ha, mim, nun və sair hərflər. Nədir bunlar? Yəni Quranda bəzi surələrin başlarında niyə bunlardan bəhs olunur? İşarət-ül icazə Said Nursi bundan bəhs edir. Orada bir 12-13 dənə məsələ deyir. Mən yadımda bir dənəsi qalır. Olsun abi, bir dənədir. Deyir ki, məsələn deyir ki, Quran iddia edir. Bu kitab möcüzədir. Yəni bütün insanlar, cinlər bir araya gəlsə, bu kitab kimi bir iş ortaya qoya bilməzsiniz. Məsələn necə ki, bir dülgər desə ki, mən elə bir iş görərəm ki, elə bir şkaf yığaram ki, bütün insanlar bu cür şkaf yığa bilməz. Hətta biri desə ki, mən yığaram, onun önünə nə atar dülgər? Taxtasını atar, taxta çəkic atar ki, al düzət. İndi Allah sanki hərfləri atır önümüzə. Yəni mən bu hərflərdən, 28 hərfdən belə bir kitab yazdım. Görüm sizi bu 28 hərfdən nə yaza bilirsiniz? Muhammed kimi bir ümmidən belə bir kitab ortaya çıxarın. Oxuma yazma bilməyən. Oxuma yazma bilməyən. Bir belə deyə bilərik. Yenə Said Nursi deyir, Quran 28 hərfdən tam 14-ünü seçib 29 surənin başına qoyub bu hərfləri. Bu hərflər o qədər mükəmməl seçilib ki, ərəb dilində bizdə var, dodaqlanmayan incə qalın, kar cingiltili. Bizdə 4 cür, 300 saytlarda, 1 samitlərdə. Ərəblərdə bu 16 cürdür. Quran 28 hərfdən elə 14-ünü seçib ki, deyirsən ki, təsadüfən atıb da Muhammed. Əsasın, haşa. Elə 14-ünü seçib ki, bu 16-nın hamısının tam yarısıdır. Məsələn, məchure hərflər var, səsli hərflər.
C, L, məsələn. Bunların tam yarısı seçilmiş olub. Sonradan baxırıq abi biz. Məhmusə hərfləri, səs hərfləri. Bunların da tam yarısı. Qalqali hərflər, boğaz hərfləri tam yarısı belə. Tam yarısı deyim, bəziləri məsələn 20 dənədir. Bunun tam yarısı 10-u götürülür. Məsələn, bəziləri 21 dənədir. Bunun tam yarısını götürmək olmaz. Bunun ya 11-ini götürür, ya 10-unu götürür. O da xüsusi qayda ilə. Orada da maraqlı başqa bir qayda var. Bu da 40 milyonda bir ehtimaldır. Bunun təsadüfən seçilmə ehtimalı. 40 milyonda bir ehtimal. Bunu biz şeydə Instagramda yazmışdıq bir yerdə. Bundan başqa həmin möcüzələr çəkmişik. Bu vəbşi dəhşət bir şeydir. Bu Yəni mən bunu indiyə kimi belə eşitməmişdim. Mən elə bilirdim ki, yəni sadəcə elə belə qoyulub da hərflər kimi. Hətta başqa məsələn o seçilmiş hərflər ərəb dilində istifadə olunan 28 hərfdən ən çox istifadə olunan 14-düdür. Dilə ən rahat gələn 14-düdür. Başqa saydınız orada çox şeylərdən danışır. Yəni işarət icazının əvvəlinə baxsaz. Bir də kodlama hərfləri də kodlamadır. Yəni Quran bununla göstərir ki, kodlanmış bir kitab. Zaten Quranda 2 ayə var bu. Quran özünün kodlanmış bir kitab olduğunu 2 ayədə vurğulayır. Kitab-ı mərqum deyir. Məsələn Nun qədim Misir dilində nədir? Balıqdır, əkinçilikdir, miras buraxmaqdır. Surə boyu miras buraxmaqdan danışılır, balıqdan danışılır. Yunus əleyhissalam balığın qarnından çıxma hadisəsidir. Əkinçilikdən bəhs olunur. Nun və l-qələmi və mə yəsturun belə başlayır da Nun. Həmin ayədən sonra Quranın sonuna qədər içində Nun hərfi olan ayələrin sayı 681-dir. Yada saxla, 681. Həmin bu ayə 68.1-ci ayədir. 68-ci surənin 1-ci ayəsi. Taha var yenə orada, yenə Taha 20-ci surədə ona qədər ta və ha hərflər 20 dəfə keçib. Burada bu ayələr çoxdur abi. Allah qaldıra bilməyəcəyi daşı yarada bilərmi? Düşünək ki, Allah bir daş yaratdı. İndi ölçək görək, o daşı qaldıra bilər yoxsa yox? Bax, mən bunu qaldırıram. Qaldırmaq istəyirəm və qaldırıram da. Gücüm çatır. Ancaq diqqət elə, mənə qarşı bir müqavimət var. Gücüm çatır, amma bir müqavimət var. Nədirsə mənim gücüm onun gücünü aşır. İndi baxaq görək, Allaha qarşı bu müqavimət var yoxsa yox? Bax, mənə qarşı olan müqavimət kimi Allaha qarşı, Allahın gücünə qarşı da bir müqavimət olacaq yoxsa yox? Və olur ümumiyyətlə yoxsa yox? Tamam, Allah daşı yaratdı. Bu niyə düşür? Soruşsan insanlardan niyə düşür? Düşür da. Gülərlər bəlkə də sən. Düşür da, düşməlidir da. Düşməlidir da. Niyə düşməlidir? Niyə? Çünki həmişə belə görmüşəm. Düşməlidir nədir? Düşür. Sadəcə bunu görürük. Olur da. Olur, mən də görürəm. Olduran nədir? Bu işi edən nədir? Cazibə qanunu deyirlər. Cazibə qanununun hər hansı bir qanunun real bir varlığı var yoxsa yoxdur? Fizika qanunlarının və kimya qanunlarının hər hansı bir qanunun real, gerçək bir varlığı var yoxsa yoxdur? Məsələn, göstəririk. Real bir varlığı var. Elm, real bir varlığı var. Bəs bu qanunların real bir varlığı var yoxsa yoxdur? Kainatda düşün, atomlar var, 17 təməl parçacıq var, kvarklar, fotonlar və s. 17 təməl parçacıq və boşluqlar düşün. Qanun hardadır? Belə düşəndə qanunun real varlığı olmadığını görəcəksən. Bəs qanun nədir? Biz cisimlərin davamlı müəyyən təcillə yerə axmasını müşahidə eləmişik. Bunu bir düstur halına salmışıq. Bir məsələni qanunlar bir məsələni izah edir. Olma mərhələlərini, davam etmə periodlarını izah edir. Səbəb kimi? Səbəb heç nə izah eləmir. Səbəb izah eləmək kimi bir missiyası da yoxdur. Yəni zaten elmin bir şeyin səbəbini izah eləmək kimi missiyası yoxdur. İndi bu işi olduran nədir? Cisimləri davamlı aşağı salan, olduran. Məsələn sən desən ki, burada cazibə qanunudur. Cazibə qanunu nədir? Cisimlərin davamlı müəyyən təcillə yerə düşməsi. Bəs cisimlər davamlı yerə doğru müəyyən təcillə düşürən nədir? Cazibə qanunu. Yəni cisimləri davamlı müəyyən təcillə yerə düşürən cisimlərin davamlı müəyyən təcillə yerə düşməsidir. Eyni şeyi təkrarladım mən. Bunu zaten görürəm də olur. Yəni sən mənə demək cavab vermədin. Güya daha ağıllı insanlar deyir ki, səbəb kosmosun bükülməsidir. Ağır cisimlər kosmosu bükür. Nəticədə üstündəki yüngül cisim, yenə bu yüngül cisimdir, ona doğru meyl eləyir. Ona doğru axır. Bu insanlar da əslində heç nə deməmiş insanlardır. Eyni şey fərqli ad verərək izah edir. Ona görə Quran deyir ki, sizin ibadət etdikləriniz atalarınızın qoyduğu adlardan ibarətdir. Bax, bilmirik. Biz əslində cisimlərin düşməsinin səbəbinin nə olduğunu bilmirik. Bunu bilməliyik ki, birincisi, biz bu qüvvənin nə olduğunu bilmirik. Nəsə bir qüvvədir, cisimləri davamlı yerə salır. İslam'a görə bu zaten Allahın gücüdür. La quvvətə illə billah deyir. Qüvvət Allah ilədir. Hədisdə deyir, la havlə və la quvvətə illə billah. Güc və qüvvət sadəcə Allah ilədir. Yarpağın düşməsi Allahın elmi olmadan düşməz. Yəni İslam'a görə zaten kainatda olan heç bir zərrənin bir yerdən bir yerə doğru hərəkəti Allahın gücündən xaric deyil. Yəni İslam'a görə cisimləri yerə doğru dartan güc Allahın gücündən başqa bir şey deyil. Hətta o daş deyir ya, o daş niyə sağlam bütöv olaraq qalıb parçalanmır? Orada da içində elektromaqnet qüvvəsi var, gücü var. Orada da içində zəif qüvvət var, içində güclü nüvə qüvvəsi var. Bu güclər nədir? İslam'a görə bu da zaten Allahın gücüdür. Bir yerdə daşları bir-birinə doğru sıxır. İnsan kimi düşünmə Allahı. Günəşin şüaları necə hər tərəfə yayılırsa, Allahın gücünün girmədiyi nöqtə yoxdur. Bütün zərrələrimiz daxil hər yer, daşları o şəkildə saxlayan da, yeri də o şəkildə saxlayan, birini o birinə doğru dartan güc, hansı gücdür? İslam'a görə bu Allahın gücüdür. Bir işi görən nədirsə, bir işi icra edən nədirsə,
onun ilahı odur. Onun tanrısı odur. Sual verən zehninin altında cismi yerə salan cazibə tanrısıdır. Cismi yerə salan cazibə tanrısıdır. Mənim zehnimdə zaten bir tanrım var və buna güvənirəm. Bu tanrıma güvənirəm ki, salacaq. Həmişə bu qanunu qoruyacaq. Öz tanrıma güvənirəm. İndi sənin tanrın, aləmlər Rəbbi olan Allah, mənim tanrıma, dünya cazibə qüvvəsinə qarşı gələ biləcək yoxsa yox? Bax, adam zehninin altındakı öz tanrısını sənin tanrınla müqayisə edir. Bilmir ki, la ilahe illallah, Allahdan başqa tanrı yoxdur. Bütün güc Allahın gücüdür. Sadəcə sən Allahın fərqli yerlərdə, fərqli işlərinə fərqli adlar qoyub özün üçün tanrılaşdırmısan. Necə ki deyir, sizin ibadət etdikləriniz atalarınızın qoyduğu adlardan başqa bir şey deyil. Onlar elə bilirdilər ki, uşağı verdirən filan tanrıdır, bitkini böyüdən filan tanrıdır, yağışı yağdıran filan tanrıdır. Halbuki İslam deyir ki, onlar sadəcə sənin qoyduğun addır, atalarının qoyduğu addır. Ona iman eləmirsən. Əslində hamısı Allahdır. Lat, Menat, Uzza, Hubel, bunlar hamısı atalarının qoyduğu adlardan başqa bir şey deyil. İşi görən, bütün o işləri görən kim idi? Yenə Allah idi. İnsanlar fərqli-fərqli yerlərə müraciət edirdilər. İndi nə deyirlər? İşi görən kimdir? Soruşsan ən təməldə bu nədir? 4 təməl qüvvətdir bütün bu şey eləyən. Sadəcə Allahın fərqli yerdə, fərqli güclərindən başqa bir şey deyil. Adam məsələn bir də bu məsələdə də narahat olur. Elə bilir ki, yəni tək Allah bu boyda şeyi hamısını o eləyir deyirsən, yəni hər şeyi. Soruşsan sənə görə nə eləyir? Yəni bu boyda şeyi, yəni Amerikadakı çiçəklərdə, buradakı çiçəklərdə böyüdən, bütün planetləri ulduzun ətrafına doğru, böyük cisimlərə doğru çəkən bu güclər birdən olmağı səni narahat elədi. Bu səni qane eləmədi. Ona görə nə deyib? Biraz dərindən düşünsən deyəcək 4 gücdür. Yəni o da fərqli demir ha. Deyir kainatın tərəfində 4 dənə gücü var. Yəni 4 dənə ilah var da. Yəni bir işi eləyən nədirsə onun ilahıdır. 4 dənə ilahdır bunların hamısını eləyən. Zaten 4-ə inanırsan. 1-ə inanmaq sənə nə qədər çətin gəlir ki? Niyə 1 oldu? Bu başqa mövzu daha. Zatında mühaldır 4 dənə ola bilməz zaten. 2 belə ola bilməz. Videolar çəkmişik bu arada. Sadəcə nə deyirəm? Allah bir cismi qaldırmaq istəyəndə ona müqavimət edən bir güc olacaq. Bu güc nədir İslam'a görə? Cisimləri qaldıran güc Allahdır, eləmi? Qaldırmaq istəyən. Bir dənə Allah qaldırmaq istəyəndə bunu aşağıya doğru dartan güc də olacaq yoxsa yox? Dartan nədir ya da cisimləri aşağı doğru bu dəqiqə? Bu dəqiqə bax bu cisim. Yenə də Allahın qanunudur, qüvvəsi. Bu dəqiqə cismi aşağı doğru dartan nədir? Yəni cazibə qüvvəsi. İslam'a görə nədir? İslam'a görə Allahın qüdrəti, qüvvəti. İslam'a görə Allah özü bunu aşağı doğru dartır. Bəli. İndi Allah özü istəsə ki, bunu qaldırsın. Ona heç nə mane Nə mane olar? Özü istəyir də. Allah bir anda iki şey istəmir ki. Bir anda iki şey istəmək zaten zatında mühaldır. Yəni Allah qaldıra bilməyəcəyi bir daş yarada bilərmi? Sualı nəyə bənzəyir? Allah özündən güclü ola bilərmi? Əslində budur. Allahın ölçürük də biz qaldıra bilər yoxsa? Allahın gücü Allahın gücündən çox ola bilərmi? Allahın gücü Allahın gücündən çoxdur yoxsa azdır? Allahın gücü A. Allahın gücündən o da A. Çoxdur yoxsa azdır? A bərabər də A olmalıdır. Böyükdür, kiçikdir. İşarəsi əsla qoya bilməzsən bura. Məntiqin birinci A bərabər də A qaydasını pozmaq deməkdir. Sual verən adamın məntiqində bu problem var da. Yəni bunu da dilə gətirməliyik.